Azərbaycanda bir çoxları tərəfindən ziyalı və hətta intellektual hesab olunan iki şəxsin debatları zamanı dedikləri biabırçılığa bərabər şahid olaq. Çox maraqlı məqamlar var. Xristianlar, onlar da dini belə məfhumat deyək, ona mesela Giordano Bruno yandırıblar. Düzdür, Giordano Bruno təqsiri nə edir ki, alimdir, deyir ki, yer kürəsi sıfırlanır və salam. Birinci afroz eləyirlər, ondan sonra da təbii ki, belə bir hökm edilir. Evet. Deməli, burada Kəmran Həsənli iddia eləyir və Elşad Miri də təsdiq edir ki, Giordano Bruno bir alim imiş və elmi inanclarına görə bizim planetin hərəkət etdiyinə inandığına görə Katolik kilsəsi tərəfindən təqib olunur və yandırılaraq öldürülür. Kəmran Həsənlinin sadəcə burada bilmədiyi balaca bir nöqtə var. O da odur ki, Giordano Bruno alim olması və sırf elmi inanclarına görə təqib olunması və öldürülməsi 19-cu əsrdə qalmış bir mifdir. 19-cu əsrdə bunu Andrew Dickson White və başqaları onun kimi ideoloji propaganda ilə məşğul olan insanlar kitablarında yazmışlar və bir müddət Qərb mədəniyyətində qəbul olunmuş bir şey olub. Hətta biz belə şeylər də eşidə bilirdik ki, Giordano Bruno elm adına ilk şəhid olub. Amma ən azı 60 ildir ki, özəlliklə Giordano Bruno'nu araşdıranlar və bunlar arasında 1960'larda yazan Francis Yates və ondan sonraki elm tarixçiləri hardasa ittifaq edirlər ki, Giordano Bruno elmi düşüncələrinə görə təqib olunmayıb və elm ilə məşğul olduğuna görə təqib olunmayıb. Giordano Bruno əksinə bəzi teoloji küfürlərinə görə təqib olunub və öldürülüb. Bunlar arasında üçlüyü rədd etməsi, yəni ata, oğul, müqəddəs ruhu rədd etməsi, İsa'nın ilahlığını rədd etməsi, Məryəmin bakirə olaraq doğuş etməsi ilə istehza etdiyi üçün öldürülüb. Bu hardasa müasir araşdırmaçıların artıq 60-70 ildir ittifaq etdikləri məsələlərdən biridir. Elmi əmanət üçün onu da qeyd etmək lazımdır ki, 2018-ci ildə Alberto Martinez adlı bir araşdırmaçı, bir tarixçi bir kitab yazır və iddia edir ki, Giordano Bruno əslində təbii ki, teoloji küfürləri ilə bərabər kosmoloji düşüncələrinə görə də edam olunmuşdur. Düzdür, ilk öncə düşünürəm ki, Kəmran Həsənlinin ümumiyyətlə bu kitabdan xəbəri yoxdur. İkincisi, elmi dairələrdə heç də bir mənalı qarşılanmır. Bəziləri Alberto Martinez'i tərifləsə də bir çox tarixçi onun həddindən artıq qərəzli olduğunu qeyd eləyir. Amma yəni bunlar heç biri əslində Kəmran Həsənliyə və Elşad Miriyə heç bir yardım etmir. Yəni hətta Martinez'in düşüncəsinə görə, yəni Giordano Bruno'nun kosmoloji düşüncələrinə edam edilməsi Kəmran Həsənliyə yardım etmir. Çünki Giordano Bruno'nun kosmoloji düşüncələri nə olub? İlk öncə bizim deməli kainatda sonsuz sayda dünyaların olması, orada da canlıların olması və ikinci məsələ də bizim planetin hərəkət etməsidir. Amma bizim planetin hərəkət etməsi Giordano Bruno üçün bir elmi bir şey olmayıb. Yəni Giordano Bruno alim olmayıb, heç bir zaman əlinə teleskop almayıb. Kitablarında riyazi və ya fiziki düsturlar yazmayıb. Yazdıqları isə xətalı və əsasən tarixçilərin dediyi kimi metaforik bir məna daşıyıb. Giordano Bruno bizim planetin hərəkət etməsinin onun Pifagorçular məktəbinə aid olmasına görədir. Yəni o düşünüb ki, bizim planetin bir ruhu var. Bu da panteizmə, yəni panteizm ideologiyasına və ya dinindən qaynaqlanan bir şeydir. Yəni sonuçda hətta onu bu düşüncəyə görə, yəni planetimizin hərəkət etdiyinə görə öldürsələr belə ki, bu sadəcə Alberto Martinez'in düşüncəsidir və bir növ marjinal bir düşüncədir, yenə də bunun əsli teoloji bir küfürdür, yəni panteizmə bağlı bir küfürdür. Burada elm və elmi müşahidə, elmi inanc məsələsindən söhbət getmir.